54. Uyğunluğu müəyyən edin. Doğru ifadələr altından doğru, yanlış ifadələr altından yanlışı müəyyən etməliyik. Azərbaycanda təbaşir yaşlı suxurlar əsasən düzən ərazilərdə yayılıb, xeyir dağlıq ərazilərdə, Böyük-Kiçik Qafqaz dağlarındadır. Düzənlikdə Kaynoza erasına məxsus olan çöküntülərdir. Yanlışdır. Kür çayı bir tektonik zonada və bir fiziki coğrafi vilayətdə yerləşir. Bəli, bu doğrudur. Kür çökəkliyi tektonik əyilmə zonası tektonik sınmalarla parçalanmışdır. Bəzi yerlərində tektonik sınmalar var, amma ümumən Kür çökəkliyinə aid edə bilmərik. Bu xüsusiyyət daha çox dağlıq ərazilərə müvafiq olan fikirdir. Kiçik Qafqaz tektonik qalxmasına daha çox fiziki coğrafi rayon daxildir. Bu doğrudur, çünki bu tektonik qalxma zonası həm Kiçik Qafqaz dağlarını, həm Naxçıvan dağlıq ərazilərini, eləcə də Gülüstan, Yayca, Ordubad düzlərini və Talış dağlarını əhatə etdiyi üçün daha çox fiziki coğrafi rayon aid olur. Lənkəran ovalığı Kür çökəkliyi tektonik zonasına aiddir, doğrudur. Araz çayı yalnız 2 tektonik zonadan keçir, yanlışdır. Çünki Araz çayı həm Naxçıvandan, Orta Araz Cavan platformasından, Kiçik Qafqaz tektonik qalxma zonasından və Kür tektonik çökmə zonasından keçir. Yəni 3 tektonik zona edir da 2 etmir. Yanlışdır. Samur-Abşeron kanalı yalnız Böyük Qafqaz tektonik qalxmasından keçir, yanlışdır. Ön Qafqaz tektonik çökmə zonasından da keçir. Tektonik zonaların sərhədində aktiv seismiklik müşahidə edilir, doğrudur. Naxçıvanın bütün düzləri Orta Araz Cavan platformasına daxildir, xeyr. Gülüstan, Yayca, Ordubad Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Kiçik Qafqaz tektonik qalxmasının çox hissəsi qar xəttindən aşağıdadır, bəli. Bu tektonik zonaya aid olan zirvələrin əksəriyyəti 3900-dən kiçikdir. Yalnız Qapıçıq 3904-dür. Bu fikir doğrudur. İndi baxaq. Doğru ifadələr altından doğru verilən, yanlışın altından yanlış verilən yalnız 3-cü sırada uyğunluq gözlənilir. Eyvəndi.